Onlardan soruşanda, Allah haradadır? Onlar Allahı müəyyən bir məkanda təsəvvür edirlər. Mən Mədinədə bir nəfər görmüşdüm. Biz Məscid-ün Nəbəvidən çıxırdıq. Mən hazırda məsciddə olan dostlardan biri ilə birlikdə idim. Sübh vaxtından sonra məsciddən çıxarkən bir nəfəri gördük. O, 2 nəfərlə, bilmirəm, Əlcəzairli idilər ya Mərakeşli, söhbət edirdi. Onlara deyirdi, Allah göydədir, hər yerdə deyil. Yanımdakı dostum ona dedi, Şeyx, Allah hər yerdədir. O nə cavab verdi? Dedi, bu küfürdür. Allah hər yerdədir demək küfürdür, amma Allah göydədir demək küfür deyil. Əgər desəniz ki, Allah göydədir, bunun mənası budur ki, Allahın bir məkanı var, bir hüdudu var. Soruşuruq, məkan deyilən şey nədir? Hər bir cisim boşluqda bir yer tutur və məkana ehtiyac duyur. Bu məkan qədimdirmi yoxsa sonradan yaranmışdır? Əgər desəniz ki, qədimdir, yəni əvvəli yoxdur, yaradanı yoxdur, onda bu məkan ilah olmuş olur. Çünki əvvəli və yaradanı olmayan yalnız ilah ola bilər. Əgər desəniz ki, xeyr, sonradan yaranmışdır, onda onu kim yaradıb? Allah yaradıb. Yaxşı, Allah onu yaratmazdan əvvəl o məkan harada idi? Allah onu yaratmazdan əvvəl harada mövcud idi? Sonra əgər bir varlıq məkanda yerləşirsə, deməli onun sağ tərəfi, sol tərəfi, yuxarısı, aşağısı var. Bu cür olan şey cisim olur və hissələrdən ibarət sayılır. Hər bir hissə isə digər hissələrə möhtac olur. Biz indi Allaha şükür, Allah bizə tam və kamil üzvlər verib. Bədənimiz əllərə ehtiyac duyur. Əgər əllərimiz, ayaqlarımız, dilimiz, gözlərimiz olmasa, bədən necə fəaliyyət göstərə bilər? Məgər biz ona 2 göz, 1 dil və 2 dodaq vermədikmi? Və onu 2 yola yönəltmədikmi? Cisim olan bir şeyin hər bir hissəsi digər hissələrinə möhtacdır. Əgər, haşa, Allah möhtac olsa, artıq qəni, heç nəyə möhtac olmayan olmaz. Sonra Allah hər şeyi əhatə edəndir. Əgər onun bir məkanı olsa, artıq o əhatə edən yox, əhatə olunan olar. Bu sözə çoxlu iradlar və problemlər ortaya çıxır. Tövhidi kim öyrədir? Əhl-i Beyt, əleyhimussalam.